üzərində bir gün mütləqa olacaqdır. Bunun üçün də ölüm elə bir şeydir ki, insanın özünün zənn etdiyi, özünün zənn etdiyi malın mülkün təhvil verilmə zamanıdır. Yəni, ölüm qapımızı çalmazdan öncə çalışarıq ki, ahirət həyatımızı gözəlləşdirəcək, əməllər işləyək, Allahdan haqqı ilə qorxaq, Allahdan qorxmaq, yəni onun əmri və qadağalarını haqqı ilə riayət etmək deməkdir. Biz iman gətirmiş və imanımızda Rəbbimizə təslim olmuşuq deməyimiz, yəni onun göstərir ki, ya Rəbbi, səni demiş olduğum, buyurmuş olduğum əmri və qadağaları haqqı ilə yerinə yetirəcəyimizə söz verməyimizdir. Necə ki, Rəbbimiz bizi xəlq dünyaya gəlmədən öncə ruhlarımıza bir yerə toparlayıb, Ələsbid Rabbikum, Rəbbi Teala, mən sizin Rəbbiniz deyiləm deyə sual edəndə, bizim ruhlarımız ta öncədən Rəbbimizə bəli, qalu, bələ, şəhidmədik. Ya Rəbbi, biz həqiqətən də sən bizim Rəbbimiz, sən dedik və söz verdik və o sözümüzü tutmamız üçün bu dünyanın həyatında, həyatımızı bir burada bu şeylərə sərf etməyək, çalışaq ki, imanımızı daha da mükəmməlləşdirək, daha da gözəlləşdirək ki, ahirətdə bizim üzərimizdə, qarşımıza qoyulan əməl dəftərlərimizdə zərdə qədər səhvlər olmayacaq, bütün əməllərimiz qarşımıza çıxarılanda insanlar olacaqdır ki, bu mənim dəftərim deyil deyəndə ona veriləcək ki, sənin Rəbbin heç vaxtı səhv etməz. Yəni, bütün zərdə qədər olsun, bir əməllərimiz boşa çıxmayacaq. İstər savab, istər günahlarımız hamısı qarşımızda olacaq. Çalışaq ki,